Salam uşaqlar, biz bugün 2-ci sinifin riyaziyyat kitabından həndəsə fiqurlar bölməsindən xətt və bucaq haqqında öyrənəcəyik. Gəlin başlayaq. Düz xətt əyilmədən hər iki tərəfə uzanır. Düz xətt əyilmədən hər iki tərəfə uzanır. Parça düz xəttin iki nöqtəsi arasında qalan hissəsidir. Parça düz xəttin iki nöqtəsi arasında qalan hissəsidir. Əyri xətt düz olmayan, müəyyən hissələrdə əyilən xəttdir. Əyri xətt düz olmayan, müəyyən hissələrdə əyilən xəttdir. Gəlin şəkillərə nəzər salaq. Bu gördüyümüz kimi iki tərəfi bağlı olan parçadır. Hər iki tərəfə uzanan düz xəttdir. Əyri xəttdir. Əyri xəttdir. Düz xəttdir. İki tərəfi bağlıdırsa parçadır. İki tərəfi bağlı parçadır. Başlanğıcı bir nöqtədə olan iki parça bucaq əmələ gətirir. Baxın, başlanğıcı bir nöqtədə olan iki parça bucaq əmələ gətirir. Həndəsə fiqurlarda bir təpədən çıxan iki tərəf bucaq əmələ gətirir. Əyri xəttlər bucaq əmələ gətirmir. Gördüyümüz kimi bu əyri xəttlər bucaq əmələ gətirmir. Bu xəttlər isə, düz xəttlər isə bucaq əmələ gətirir. Uşaqlar, bu gördüyümüz fiqur kvadratdır. Kvadratın bitişik tərəfləri arasındakı bucaq düz bucaqdır. Düz bucaq belə işarə ilə olunur. Kvadratın bitişik tərəfləri arasındakı bucaq düz bucaqdır. Düz bucaq belə işarə olunur. Bax, gördüyümüz kimi kvadratın bucaqlarının hamısı düz bucaqdır. Uşaqlar, kvadratın bütün tərəfləri bərabərdir və bütün bucaqları düz bucaqdır. Uşaqlar, bu gördüyümüz iti bucaqdır. İti bucaq düz bucaqdan kiçik olur. Bu gördüyümüz isə kör bucaqdır. Kör bucaq düz bucaqdan böyükdür. İti bucaq düz bucaqdan kiçikdir. Kör bucaq düz bucaqdan böyükdür. Gəlin bucaqların adını deyək. Kör bucaq, iti bucaq, düz bucaq, iti bucaq, düz bucaq və kör bucaq. Uşaqlar, 3 və daha artıq bucağı olan bucaqlara, fiqurlara çox bucaqlılar deyilir. Baxın, bu gördüyümüz 3 bucaqdır. 4 bucaqlılar, 5 bucaqlılar, 6 bucaqlılar. Uşaqlar, çox bucaqlılar bucaqlarının sayı ilə adlandırılır. Məsələn, 5 bucağı varsa buna 5 bucaqlı deyirik. 6 bucağı varsa buna 6 bucaqlı deyirik. Çox bucaqlılar bucaqlarının sayı ilə adlandırılır. Çox bucaqlılarda tərəflərin sayı bucaqların sayına bərabərdir. Yəni, neçə bucağı varsa o qədər tərəfi var. Məsələn, 3 bucağın 3 bucağı 3 tərəfi var. 4 bucağın 4 bucağı 4 tərəfi var. 5 bucağın 5 bucağı və 5 tərəfi var. Uşaqlar, kvadrat, düzbucaqlı, romb və paraleloqram dördbucaqlılara aiddir. Kvadrat, düzbucaqlı, romb və paraleloqram dördbucaqlılara aiddir. Uşaqlar, bu kvadratdır. Kvadratın bütün tərəfləri bərabərdir. Bütün bucaqları düz bucaqdır. Gördüyümüz kimi bütün bucaqları düz bucaqdır. Təkrar edirik uşaqlar. Kvadratın bütün tərəfləri bərabərdir. Bütün bucaqları düz bucaqdır. Bu gördüyümüz rombdur. Rombun bütün tərəfləri bərabərdir. Gördüyümüz kimi kvadratın və rombun bütün tərəfləri bərabərdir. Amma rombun bucaqları həm kördür, həm itidir. Bütün tərəfləri bərabər deyəndə kvadrat və rombu nəzərdə tuturuq. Amma bütün tərəfləri bərabər və bütün bucaqları düz bucaq deyəndə kvadratı. Bu düzbucaqlıdır. Düzbucaqlının isə yalnız qarşı tərəfləri bərabərdir. Bütün bucaqları düz bucaqdır. Gördüyümüz kimi kvadratın da bütün bucaqları düz bucaqdır. Düzbucağının da bütün bucaqları düz bucaqdır. Amma kvadratın bütün tərəfləri bərabərdir. Düzbucaqlının isə yalnız qarşı tərəfləri bərabərdir. Düzbucaqlının yalnız qarşı tərəfləri bərabərdir. Bütün bucaqları düz bucaqdır. Bu gördüyümüz paraleloqramdır.
Paralelogramın da yalnız qarşı tərəfləri bərabərdir. Yəni bu tərəf buna bərabərdir, bu tərəf buna bərabərdir. Paralelogramın da, düzbucaqlının da yalnız qarşı tərəfləri bərabərdir. Uşaqlar, bu gördüyümüz tanqram adlanır. Tanqram bir kvadratın şəkildəki kimi kəsilmiş 7 hissəsindən ibarət qədim Çin oyunudur. Bu oyunda bütün hissələrdən müxtəlif təsvirlər düzəltmək tələb olunur. Məsələn, burada görürük quş və ya cürbəcür şəkillər təsvir olunur. Təkrar edirik. Bunun adı tanqramdır. Tanqram bir kvadratın şəkildəki kimi kəsilmiş 7 hissəsindən ibarət qədim Çin oyunudur. Bu oyunda bütün hissələrdən müxtəlif təsvirlər düzəltmək tələb olunur. Davam edirik. Qruplaşdırma. Uşaqlar, həndəsi fiqurları rənginə, formasına, ölçüsünə və digər əlamətlərinə görə qruplaşdırmaq olar. Verilmiş fiqurları formalarına görə iki qrupa belə ayırmaq olar. Gördüyümüz kimi formasına görə burada üçbucaqlar var və dördbucaqlar var. Üçbucaqları burada ayırmışıq, dördbucaqları burada. Deyir, bu fiqurları başqa necə qruplaşdırmaq olar? Rənglərinə görə qruplaşdıra bilərik. Məsəl üçün, mavi rəngli fiqurları bir ayrı yerə, qırmızı rəngli fiqurları isə bir ayrı qrupa ayırmaq olar. Uşaqlar, fiqurları uyğun qutulara yığmaq lazımdır. Hər qutuda hansı fiqur olacaq? Gəlin bunu birlikdə edək. 6 üzü olan fiqurlar hansılardır uşaqlar? 6 üzü olan fiqurlar kuboid, kub. 8 tili olan fiqurlar gördüyümüz kimi piramida. Təpəsi olmayan fiqurlar silindr və kürə. Bunları belə qruplaşdırmaq olar. Əşyaları iki əlamətə görə qruplara ayırdıqda elə əşyalar ola bilər ki, hər iki qrupa aid olsun. Bu halda əşyaları əlamətlərinə görə Venn diaqramında belə təsvir etmək olar. Məsələn, yalnız bir əlamət, yalnız ikinci əlamət və hər ikisinə uyğun gələn isə həm buna, həm də buna uyğun gələn fiqurları bura yaza bilərik. Uşaqlar, gəlin təkrar edək. Çoxbucaqlı 3 yaxud daha çox bucağı olan müstəvi fiqurdur. Məsəl üçün 3 bucaq, 4 bucaqlı, 5 bucaqlı, 6 bucaqlı. Düz bucaqlının bitişik tərəfləri arasındakı bucaqdır. Gördüyümüz kimi düz bucaqlının bitişik tərəfləri arasındakı bucaq. Düz xətt əyilmədən hər iki tərəfə uzanır. Əyri xətt düz olmayan, dalğavari və ya dairəvi xəttdir. Həndəsi fiqurlar fəza və müstəvi fiqurlara ayrılır. Fəza fiqurları bunlardır, müstəvi fiqurları isə bunlar. Fəza fiqurları kürə, konus, silindr, kub, kuboid, piramida. Müstəvi fiqurlar romb, dairə, üçbucaq, altıbucaqlı, kvadrat və s. Uşaqlar, dördbucaqlıları təkrar edək. Paralelogram qarşı tərəfləri bərabər olan dördbucaqlıdır. Paralelogram qarşı tərəfləri bərabər olan dördbucaqlıdır. Düzbucaqlı bütün bucaqları düzbucaq olan dördbucaqlıdır. Romb bütün tərəfləri bərabər olan dördbucaqlıdır. Romb bütün tərəfləri bərabər olan dördbucaqlıdır. Kvadrat bütün tərəfləri bərabər olan və bütün bucaqları düzbucaq olan dördbucaqlıdır. Kvadrat bütün tərəfləri bərabər olan və bütün bucaqları düzbucaq olan dördbucaqlıdır. İti bucaq düz bucaqdan kiçik olan bucaqdır. İti bucaq düz bucaqdan kiçik olan bucaqdır. Kör bucaq düz bucaqdan böyük olan bucaqdır. Parça düz xəttin iki nöqtəsi arasında qalan hissəsidir. Gördüyümüz bu parçadır. Parça düz xəttin iki nöqtəsi arasında qalan hissəsidir. Qruplaşdırma əşyaların müxtəlif əlamətlərinə görə qruplara ayrılması. Məsələn, burada üçbucaqlar ayrılıb, burada dördbucaqlılar ayrılıb. Qruplaşdırma əşyaların müxtəlif əlamətlərinə görə qruplara ayrılması adlanır. Tanqram isə bir kvadratın şəkildəki kimi kəsilmiş 7 hissəsindən ibarət qədim Çin oyunudur. Hissələrinin hamısından istifadə etmək şərti ilə müxtəlif fiqurlar düzəldilir. Gördüyümüz bu tanqram adlanır. Tanqram
Bir kvadratın şəkildəki kimi kəsilmiş 7 hissəsindən ibarət qədim Çin oyunudur. Hissələrin hamısından istifadə etmək şərti ilə müxtəlif fiqurlar düzəldilir.